Güləş Qarabağda. Bir neçə il bundan qabaq biz bu haqda ancaq fikirləşə bilərdik, amma indi bu arzular reallaşır. Azərbaycanın məşhur Avropa dünya çempionları, Olimpiya oyunlarının mükafatçıları bir neçə gün ərzində Xankəndi, Şuşa, Laçın və Füzulidə qonaq oldular. Orada onlar balaca uşaqların məşqlərinə baxdılar, universitetdə tələbələrlə görüşdülər. Bir növ cəmaət məşhur güləşçiləri çox yaxından tanıya bildi. Eldəniz Əzizli, Mariya Stadnik, Rafiq Hüseynov, Rəsul Çunayev və həmçinin Oyan Nazaryanı güləşçilərə müəyyən qədər fəndlər göstərdilər, avtoqraf verdilər və özlərinin həyatından danışdılar və hamı üçün aydın oldu ki, belə görüşlər tez-tez olmalıdır. Qarabağın və ümumiyyətlə Azərbaycanın başqa bölgələrində də olmalıdır. Hamı idmançıları, çempionları görməlidir. Bu idmanın və güləşin bir növ ən yaxşı reklamıdır.